Hal-hazırda aktual problemlərdən biri artıq çəki. Əgər sağlam qidalanırsınızsa, fiziki aktivliyiniz yetəri qədərdirsə, amma çəki verə bilmirsinizsə, demək ki, hormonları mütləq yoxlatdırmaq lazımdır. Bunun üçün endokrinoloq müayinəsi şərtdir. Hansı hormonal xəstəliklər bizim çəkimizin getməsinə səbəb ola bilər? Hipofiz vəzimizin xəstəlikləri, böyük rəştli vəzin xəstəlikləri, insulin dirənci sindromu, ən əsas da daha çox rast gəldiyimiz tənbəl zoblar, yəni tiroid vəzinin normadan az çalışması. Bu artıq çəki ilə yanaşı bizim pasientləri, xüsusən də qadın pasientlərimizi nə narahat edə bilər? Qəbizlik, halsızlıq, yorğunluq, əllərdə, ayaqlarda keyləşmə, ödemlərin olması, qadın pasient isə menstrual siklın pozulması, süd vəzlərindən südün gəlməsi, yaddaşın pozulması, konsentrasiyanın zəifləməsi, saçların tökülməsi, dırnaqların laylaması, bütün bu şikayətlər tənbəl zoba aid olan şikayətlərdir. Demək ki, əgər artıq çəkiniz varsa və bütün hər bir şeyə riayət edib çəki verə bilmirsinizsə, mütləq hormonları yoxlatdırmaq lazımdır.